axşam saat 5-dən sonra yeməyib dözə bilmirsinizsə də, o 5-i 8-ə qədər artıra bilərsiniz. 8-də yeyin axırıncı yeməyinizi. Dünya dağılmayacaq ki. Dözənmirsiniz də, alınmır da sizə, başa düşürsünüz. Yəni sizin bədəninizə uyğun deyil. Yəni filan kəs 5-dən sonra yeməyib arıqlayır. Mən 5-dən sonra yemirəm, əsirəm, özümdən gedirəm, özümü çox pis hiss edirəm. Qardaş, alınmır da. Sən 8-dən sonra yemə, sən 9-un yarısından sonra yemə. Elə bunun hikməti saat 6-dan deyil ki, bunun hikməti gün ərzində yaratdığın kalori defisitindəndir. Nə qədər kalori əksiyi yaratmısansa da və o qədər də arıqlayacaqsan. Fərqi nədir sən 9-da yedin və yaxud da 6-da yedin. Sadəcə gecə saat 12-də, 1-də yatmazdan həmən əvvəl qida qəbulunu məsləhət özüm görmürəm ki, mədə-bağırsaq sistemini çox yüklüyürsünüz. Mədə ağrıları, diskomfort və s. yaşaya bilərsiniz. Ona görə də yuxu keyfiyyətinizə çox mənfi təsir göstərdiyi üçün məsləhət görmürəm. Deyirəm, yuxudan 4-5 saat əvvəl qida alın. Bu qədər. Videonu bəyəndinizsə, sizə faydalı oldusa da bəyənib bir dostunuzla bölüşməyi unutmayın. Hər birinizə diqqətiniz üçün təşəkkür edirəm.